Salam əziz 6-cı siniflər. Bugün biz 6-cı sinif dərsliyindən dərslərimizə davam edək. Bugünkü dərsimiz kəmiyyətin verilən nisbətdə bölünməsidir. Tapşırıqlara baxaq. Birinci tapşırıq. AB parçası bərabər hissələrə bölünmüşdür. Bu parçanı verilmiş nisbətdə bölən nöqtəni müəyyən edin. Deməli, baxırıq ki, AB parçası 8 bərabər hissəyə bölünüb. Deməli, A variantına baxsaq, 1-in 7-yə. Deməli, 1-in 7-yədirsə, burada görürük ki, 8 bərabər hissə olduğuna görə birinci hissə AC-dir. AC. O digər 7 hissəni göstərən isə CB-dir. Yəni, deməli, bu parçanı verilmiş nisbətdə bölən nöqtə C nöqtəsidir. Burada oldu C nöqtəsi. B varianta baxsaq, 2-nin 6-ya. 2-nin 6-ya nisbətidirsə, bu da AD-nin DB-yə nisbətidir. Burada da oldu, bu nisbətdə bölən D nöqtəsi oldu. C-yə baxaq. 3-ün 5-ə, yəni şəklə baxaraq bunu təyin edə bilərsiniz. 3-ün 5-ədirsə, baxırıq orada 3 hissə AY. AY-nin deməli YB-yə nisbəti. Burada da Y nöqtəsidir. Y nöqtəsidir. Sonra baxaq D-yə. 4-4 nisbətində. 4-4 nisbətində bölən isə AF-in FB-yə nisbətidir. Burada da ki, F nöqtəsidir. Bu nisbətdə bölən. Y-yə baxsaq, 5-in 3-ə. 5-in 3-ə bölən deməli G nöqtəsidir. Hansı parçalardır? AG ilə GB nöqtələri. Sonra baxırıq F-ə. 3-ün 1-ə nisbəti bərabərdir. Deməli, 3-ün 1-ə nisbəti. Burada 8 aralıq olduğuna görə biz bunu necə göstərə bilərik? Bunu necə göstərə bilərik burada? 2-yə vursaq bunu, bu şəkildə eləyək də. Bunu 2-yə vursaq 6-nın 2-yə. Burada çünki 6-nın 2-yə nisbətdir. 2-yə ixtisar gedəndə olur 3-ün 1-ə. 6-nın 2-yə nisbətdə olur AH-ın HB-yə nisbəti. Burada da H nöqtəsidir. Deməli, baxaq J. 1-in 3-ə. Bunda yenə 2-yə vursaq 2-nin 6-ya. AD-nin DB-yə nisbəti. Burada da D nöqtəsidir. Baxaq H-a. 7-nin 1-ə. 7-nin 1-ə isə AK-nın KB-yə nisbətidir. KB-yə nisbəti bölən K nöqtəsidir 7-1 nisbətində. Nəhayət sonuncu I variant 6-nın 2-yə. Artıq bunu biraz əvvəl də göstərmişdik. F variantından eynidir. Bu da oldu AH-ın HB-yə, yenə də H nöqtəsidir. Bu şəkildə. Baxaq ikinci tapşırığa. AB görürsünüz, orada şəkildə AB parçası verilib. N nöqtəsi AB parçasını hansı nisbətdə bölür? Əvvəlcə təxmin et, sonra ölçməklə cavabınızı əsaslandır. Mən təxmini edim bunu. Təxmini etsək, ölçməni siz ölçüb baxarsınız. Təxminən baxsaq buna, çəkək belə AB parçasını. Bu olsun A, bu da B. Biz orada görürük ki, N nöqtəsi təxminən buradadır. Deməli, burada bunun bu orta hissəsidir.
orta hissəsi. Qırmızı nöqtə bunun orta hissəsi olsun. Və biz bunu bu hissələrə belə baxsaq, deməli burada hardasa 1, 2, 3, 4 hissə, 4 hissə də sağ tərəfdə. Deməli onda N nöqtəsi bunu bölür 3-ün 5-ə nisbətində. 3-ün 5-ə nisbətində bölür. Yəni hansı nöqtə AN-in NB-yə nisbətində. Sonra B-yə baxsaq, orada da hardasa deməli 2 hissə 6-nın 2-yə AN-in NB-yə nisbəti olur 6-nın 2-yə. Bu şəkildə göstərmək olar. Yəni mən təxmini ölçərək dedim, siz dəqiq ölçüb göstərə bilərsiniz. Baxaq 3-cü tapşırığa. 120 kiloqram unu verilmiş nisbətdə 2 hissəyə ayırın. Deməli uşaqlar, verilmiş hissələrə ayırmaq üçün 2 üsuldan istifadə edə bilərsiniz. Mən indi bir misalı 2 üsulla öyrədim. Sonra isə digərlərin bir üsulla gedək. Siz hansını istəsəz o üsulla gedə bilərsiniz. İndi söhbət gedir 120 ədədindən burada. A-da 1-in 1-ə nisbətidir. Bir belə də eləyə bilərsiniz. 120-ni bölərsiniz hissə göstərənlərin cəminə. Belə. Bu da bərabərdir. 120 bölünsün 2. Bərabər 60. 60. Deməli, aldığımızı qayıdıb hissə göstərənlərə vururuq 60-ı 1-ə. Yəni, 1-ə vurmağa ehtiyac yoxdur. Çünki elə 1-ə nə vurulsa özünə bərabərdir. Bir üsulu bu. Yəni, həmin hissələr 60-dır. İkinci üsulla necə eləmək olar? Uşaqlar, o hissəni ki, göstərən ədədlər var 1-in 1-ə. Onları x-la ifadə edirik. X-in x-a. X bölüs x bərabər 120. 2x bərabər 120. X bərabər 60. Sonra isə 60-ı 1-ə vursaq, yenə də olur nə? 60 və 60. Yəni, bu şəkildə də göstərə bilərsiniz. Bu üsulla da gedə bilərsiniz. O digər üsulla da gedə bilərsiniz. Hansı xoşdur onunla? Yəni, hansı üsul sizə rahatdır? İndi baxaq məsələn B variantına. 2-nin 3-ə. 120-ni götürürük. Bir dəqiqə səliqəli yazaq. 120-ni bölürük. 2 ilə 3-ün cəminə. Bərabərdir. 120 bölünsün 5. Alırıq 24. Sonra isə 24-ü bu hissə göstərən ədədlərə vururuq. 2 vuraq 24. 48. 3 vuraq 24. 72. Və bu şəkildə bu üsulla göstərə bilərsiniz. Birini də yazaq. Məsəl üçün olsun F variantı. 7-nin 8-ə. %20'ni bölürük. 7 ile 8'in cəminə bərabərdir. 120 bölünsün 15 bərabərdir 8. Sonra isə 7'ni də 8'ə vururuq. 8'i də 8'ə vururuq. 64. Deməli, aldıq 56 və 64. Digərləri də bu üsulla həll edə bilərsiniz. Baxaq 4-cü məsələyə. 100 manat pulu verilmiş nisbətdə 2 usta arasında bölün. Eynən 3 nömrəli məsələ kimi həll edirik. Məsələn, A bəndə olsun 3-ün 2-yə. 100 manatı bu nisbətdə biz bölək. 100'ü bölürük 3 ilə 2'nin cəminə. Bərabərdir. 100'ü bölürük 5'ə. Alınır 20. 3'ü vururuq 20'yə. 60 və 2'ni vururuq 20'yə 40. Deməli, ustaların birinə 60 manat, digərinə 40 manat düşər bu nisbətlə. Məsələn, bir də baxaq
F variantına. Onun 15'ə nisbəti. Uşaqlar, onun 15'ə nisbətini tapmaq üçün biz bunu 5'ə ixtisar eləsək olur 2'nin 3'ə. Görürsünüz 2'nin 3'ə nisbət. Və biz burada yenə də 100'ü bölürük hər ikisini. Yəni burada onu da 5'ə böldük, 15'i də 5'ə böldük. Qaldı 2'nin 3'ə. İndi buradan da bunu 2, 3 nisbətinə bölmək üçün 2 ilə 3'ün cəminə bölürük. Yəni 100'ü 5'ə bölürük 20. 2'ni 20'ye vururuq 40. 3'ü 20'ye vururuq 60. Yəni 40'ın 60'a nisbətində bölmək olar. Yəni bu qayda ilə digər variantları da siz həll edə bilərsiniz. Baxaq nömrə 5'ə. Yəni çox bəsit, asan suallardır. Deməli, baxaq, deyirlər ki, suala cavab verin. A variantına baxaq. 45 kilogram buğdanı 3 kisəyə 2-2-5 nisbətində necə yığmaq olar? 45'i bunu da bu üsulla edə bilərik. Əvvəlki qayda ilə. Yəni hansı üsuldan istəyirsiniz? Bölürük 2, 2 plus 5. Yəni axı nisbət burada nədir? 2, 2, 5 nisbətidir. Bunların cəminə bölürük. 45'i bölürük 9'a, alırıq 5. Sonra isə aldığımız ədədi hissə göstərən ədədlərə vururuq. 5, 2, 10, 5, 2, 10 və 5, 5'im 25. Yəni 10, 10, 25 nisbətində 10, 10, 25 kilogram olaraq 3 kisəyə bölmək, yığmaq olar. Baxaq B variantına. 80 kilolitr südü 3 bidona 2, 4, 2 nisbətində. Yazırıq. 80 bölünsün. 2 plus 4 plus 2 bərabərdir 80 bölək 8 bərabərdir 10. Buradan 2 vuraq 10 20. 4 vuraq 10 40. 2 vuraq 10 20 yaza bilərik. Baxaq C variantına. 35 dəftəri 3 şagird arasında 1, 2, 4 nisbətində necə paylamaq olar? Bunu da istəyirsiniz uşaqlar digər üsulla eləyək. Yəni hər iki üsulla həll eləmək olar. Yazaq belə 1x plus 2x plus 4x bərabərdir 35. Buradan da 7x bərabərdir 35. X bərabərdir 5. X 5 aldıq mı? Vururuq hissə göstərən ədədlərə. 1 5'i 5. 2 5'im 10. 4 5 ise oldu 20. Dört 5 20. Deməli bir şagirdə deməli 35 dəftər 3 şagird arasında belə paylaya bilərik ki 5, 10, 20 sayda paylamaq olar dəftərləri. Nəhayət D variant 180'dır 2, 3, 4 nisbətində bölək. Hansı üsulla istəsəz yaza bilərsiniz. Mən C variantı digər üsulla yazdım ki ondan da məlumatınız olsun ki necə həll etmək olar. Bərabərdə 180'i bölürük 9'a. Bərabər 20. Buradan da 2'ni vururuq 20'ye 40. 3'ü vururuq 20'ye 60. 4'ü vururuq 20'ye 80. Nömrəli məsələ qonşu bucaqlar. Qonşu bucaqlar bilirsiniz ki bir tərəfi ortaq, digər tərəfi əks olan bucaqlardır. Qonşu bucaqların cəmi 180 dərəcədir. Bunu dərslərimizdən bilirsiniz.
Qonşu bucaqların dərəcə ölçüləri nisbəti 2-nin 7-yədir. Məsələn, bura 2x-dırsa, bura 7x-dır. O zaman bunların cəmi nəyə bərabərdir? 2x plus 7x bərabərdir 180. 9x bərabər 180. X bərabər 20 dərəcə. 2-ni vururuq 20-yə 40 dərəcə. 7-ni vururuq 20-yə 20 dərəcəyə olur 140 dərəcə. Yəni qonşu bucaqlardan kiçiyi 40, böyüyü isə 140 dərəcədir. Baxaq 7 nömrəli məsələyə. Beton qarışığı 2 hissə sement, 3 hissə qum və 4 hissə çınqıldan hazırlanır. 27 ton beton qarışığı hazırlamaq üçün sement, qum və çınqılın hər birindən nə qədər götürmək lazımdır? İndi A varianta baxaq. A variantda deməli 2, 3, 4 hissədir bunlar. Yəni 2 hissə sement, 3 hissə qum, 4 hissə isə çınqıldır. 27 ton daha bəndində 27-ni bölürük 2 plus 3 plus 4-ə bərabərdir 27 bölünsün 9, o da bərabərdir 3. 2-ni vururuq 3-ə 6 ton. 6 ton deməli sement, birinci hissə sementi göstərir, sement. 3 vuraq 3 bərabər 9 ton qum. 4 vuraq 3 bərabər 12 ton. Bu da bərabərdir, deməli 12 ton oldu bu çınqıl. Çınqıl. Deməli 12 tonda çınqıl istifadə olunub. Baxaq B variantına. 4 ton sementdən neçə ton beton qarışığı hazırlanar? 4 ton sementdən neçə ton beton qarışığı hazırlanar? İndi bu 4 tonu 4'ü 2'ye bölürük. Olur 2 ton. Yəni ki, hər hissəyə 2 ton işlənir. Deməli bizdə nə qədər sement oldu? 4 ton sementdir. Onda nisbət, yəni mütənasiblik 2 olduğuna görə 2-ni vururuq 3'ə 6 ton qum, 4 ton sement, 6 ton qum və 4 vur 3, 4 vur 2, nisbət 2'dir. 8 ton. 8 tonda oldu. Deməli nə oldu 8 tonda? Çınqıl. Çınqıl. Onda beton qarışığı nə olar cəmi? 4, 6, 8. 18 ton. 4 ton sementdən 18 ton beton qarışığı hazırlamaq olar. Baxaq digər varianta. Səkkizə baxaq. Samir və bacısının yığdıqları göbələklərin sayı 3-4 nisbətindədir. Samir 12 göbələk yığıbsa, bacı neçə göbələk yığıb? Deməli, nisbət 3-ün 4'ə nisbətindədirsə, yəni bu şəkildədirsə, bacının yığdığı göbələk soruşulur. Samir 12 göbələk yığıb. İndi burada deməli, bunları adlarla göstərsək, birinci Samirdir, Samir. Sonra bacıdır. Ona görə Samirə uyğun olan hissə 3 olan hissədir. O zaman nə edirik? Yəni 3x bərabərdir 12'yə. X bərabər oldu 4'ə. 4'ü də vururuq 4'ə 16. Bu da oldu bacı. Deməli bacı da 16 göbələk yığmışdır.
Baxaq B variantına. Cəmi 42 göbələk yığılarsa, uşaqların hərəsi neçə göbələk yığıb? 3x plus 4x bərabər 42, 7x bərabər 42, x bərabər 6. 3'ü vururuq 6'ya, 18 göbələk Samir yığıb. 4'ü də vururuq 6'ya, 24 göbələk də bacısı yığıb. Baxaq 9-cu məsələyə. Buğda və arpa zəmilərinin sahələri 9-5 nisbətindədir. Buğda zəmisinin sahəsi arpa zəmisinin sahəsindən 20 hektar çoxdur. Hər zəminin sahəsi nə qədərdir? Belə yazaq uşaqlar. Deməli, buğda zəmisi olsun, buğda, bir də olsun arpa. Arpa zəmisi. Buğda zəmisinin sahəsi arpa zəmisinin sahəsindən 20 hektar çoxdur. Arpa x hektardırsa, buğda x plus 20 hektar olsun. İndi buradan biz bunu belə yazaq ki, 9'un 5'ə nisbəti bərabərdir. X plus 20'nin x-a nisbəti. Burada necə yazırıq? 5 vurulsun x plus 20 bərabərdir 9x. Buradan 5x plus 100 bərabərdir 9x. 9x-dan 5x-i çıxırıq. Bərabər 100. 4x bərabərdir 100. X bərabərdir 25. X bərabər 25 hektar. X oldu 25 hektar. Bu oldu arpa. Arpa zəmisinin sahəsi. Digər isə, yəni ki 25 üstə gələk 20 bərabər 45 hektar. Bu da oldu buğda zəmisi. Buğda zəmisi. Baxaq 10-cu məsələyə. Sinifdəki 28 şagird 3 qrupa bölündü. Şagirdlərin 7'də 3 hissəsi birinci qrupa düşdü. Birinci qrupa 28 şagirdin düşüb 7'də 3'ü. Vururuq 7'də 3'ə. Eləyir 12 şagird. 12 şagird. İkinci və üçüncü qrupdakı şagirdlərin sayı isə, yəni ikinci qrupla üçüncü qrupdakı şagirdlərin sayı isə 3'ün 5'ə nisbətində olur. Hər qrupda neçə şagird var? Deməli, biz bu zaman 28'dən 12'ni çıxırıq. Birinci qrupda olan şagirdlərin sayı qalır 16. Sonra 16'nı bölürük 3 ilə 5'in cəminə. O da 16 bölü 8. Bərabər olur 2'yə. Buradan 3 vur 2 bərabər 6. 5 vur 2 bərabər 10. Yəni ikinci qrupda 6 şagird. Üçüncüdə isə 10 şagird var. Baxaq digər məsələyə. 11 olsun. Üçbucağın tərəfləri 3, 4, 5 nisbətindədir. Böyük tərəf kiçik tərəfdən 4 cm uzun olarsa. Üçbucağı çəkək. Deməli 3, 4 nisbətindədir. Bura olsun 3x, bura olsun 4x, bura olsun 5x. Böyük tərəf kiçik tərəfdən 4 cm uzun olarsa, ən böyük tərəf 5x olandı. Kiçik tərəf isə 3x olandı. Bunların fərqi bərabər olsun 4'ə. Buradan 2x bərabər 4, x oldu 2. İndi tərəfləri tapsaq, tərəfin biri 3 vur 2, 6'dır. Digəri 4 vur 2, 8'dir. Üçüncü tərəf isə 5 vur 2, 10'dur. İndi perimetri tapsaq, bu 3 tərəfin cəmini tapmalıyıq. 6, 8, 10. Bu da elədi 24. Deməli, üçbucağın perimetri 24 santimetrdir. Baxaq 12'yə. Anar lenti 2, 3, 8 nisbətində 3 hissəyə böldü.
Kiçik hissənin uzunluğu 12 sm olarsa, lentin əvvəlki uzunluğu neçə santimetrdir? Deməli, kiçik hissə nisbətlər 2, 3, 8 nisbətindədir və kiçik hissə 12 santimetrdir. Bu zaman deməli 2x bərabərdir 12. Əgər lentin uzunluğu deməli məlum deyilsə, kiçik hissədə 12-dirsə biz belə yaza bilərik. Buradan x olur 6. Deməli, ortancıl hissə 3 vur 6, 18 santimetrdir. Böyük hissədə 8 vuraq 6, 48 santimetrdir. Onda lentin uzunluğu nə qədər olar? Ümumi uzunluğu 12 birinci hissə, 18 ortancıl və 48 böyük hissə. O da eləyər 78 santimetr. Baxaq 13-ə. Qurtçuluq fermasında saxlanılan qaz və ördəklərin sayı 1-2 nisbətindədir. Qaz, Q ilə işarə eləyək, ördək də ilə Ö hərfindən işarə edək. Qaz və ördəklərin sayı 1-2 nisbətindədir. Ördək və toyuqların sayı isə, toyuqlarda T hərfindən işarə edək, 4-ün 5-ə nisbətindədir. Fermadakı qaz, ördək və toyuqların ümumi sayı 1320 olarsa, neçə qaz, neçə ördək, neçə toyuq saxlanılır fermada? Uşaqlar, burada görürsünüz ki, deməli, 1-in 2-yə, 4-ün 5-ədir və burada ikinci, burada isə birinci ördəyi göstərir nisbət olaraq. Ona görə biz birinci nisbətin hər iki tərəfin 2-yə vuraq ki, ördəklərin nisbətlərini göstərən ədəd eyni olsun. O zaman 1 2-yə 2, 2-ni 2-yə 4 olar. Və buradan da deməli qaz, ördək və toyuq nisbət olaraq 2, 4, 5 nisbətində olar. İndi toyuqların da, quşların da ümumi sayı 1320 olduğuna görə biz bunları bu nisbətə bölsək, 2, 4, 5-ə bölsək, buradan 1320 bölünsün 11 olar. O da bərabərdir 120. Deməli, sayılarını tapsaq, 120-ni vururuq 2-yə, 240 qaz. 120-ni vururuq 4-ə, 480. 480 deməli, nə oldu bu 480? İkinci ördəkdir də, ördək. 120-ni vururuq 5-ə, 600, bu da toyuq. Toyuq olar. Baxaq 14-cü məsələyə. Kişmişin 1 kiloqramı 6 manata, ərik qurusunun 1 kiloqramı 12 manata satılır. Kişmiş və ərik qurusu 3-2 nisbətində qarışdırılmışdır. Bu qarışığın 1 kiloqramı neçə manatdır? Biz indi bunu tapmalıyıq. Deməli, kişmiş və ərik, kişmiş, ərik hansı nisbətdədir? 3-2-yə nisbətindədir. Elə bir 3x kişmişdirsə 2x ərikdir. Kişmiş 3x, ərik 2x olsun. Kişmişin 1 kiloqramı 6 manatdır. Ərik qurusunun isə 1 kiloqramı 12 manatdır. 12 manatdır. Kişmiş və ərik qurusu bu qarışdırılarsa qarışığın 1 kiloqramı nə qədərdir? Deməli, kişmiş 1 manatdırsa, buna nə qədər pul verilər? 18x manat verilər. Əriyə isə 2x vurulsun 12, 24 manat. 24x daha doğrusu. 24x manat pul verilər. Cəmi 18 plus 24
bərabər 42 x manat pul verirlər. İndi biz bunu da bölsək, 42x-i bölsək 2x plus 3x-a bərabər olar 42x bölünsün 5x. O da bərabərdir 42x-i 5x-a bölsək 8,4 manat edər. Yəni 8 manat 40 qəpik. Bugünkü dərsimiz bu qədər uşaqlar. Dərsə baxıb bəyənməyi unutmayın. Kanalımıza abunə də olun ki, növbəti dərslərin hər biri sizə çatmış olsun və siz baxıb yararlanasınız. Hələlik sağ olun.